Yaşlı adamlar olur, hörmətli adamlar olur. Ama tatlı ya kardeşim, tatlı. Allah haqqı. Furat Qutabı adına yediğimiz qutab. Amma qəşəngdir. Əvvəlki adı Xilə olan, hər zaman özünün tanınmış daha şəxsiyyətləri ilə seçilən, fərqlənən, tanınan Bakının daha bir kəndinə, Əmircana gəlmişik. Bəli, bu dəfə də burayla tanış olmaq istəyirik. Görək nə var, nə yox. Hələ 70 yaşım var mənim. Hələ gör, anadan da burada olmuşam, burada yaşayıb Qəzəldə. Əmircan deyəndə nə yada düşür? Ümumiyyətlə, Əmircan hər zaman nə ilə seçilib, nə ilə fərqlənib? Yaşlı adamlar olur, hörmətli adamlar olur. Hələ indi də var, şükür Allah. Oxumuşları ilə, alimləri ilə mən həmişə məşhur olur. Azərbaycanın görkəmli şairi Tofiq Bayram və xalq rəssamı Səttar Bəhluzade də Əmircan kəndindən idi və onlar öz vəsiyyətlərinə uyğun olaraq kənd qəbristanlığında dəfn olunublar. Səttar Bəhluzade ilə Tofiq Bayram da demək olar ki, dost olublar, bir kənddəndilər, məclislərdə həmişə bir yerdə olublar. Onu da qeyd edim ki, Tofiq Bayramın həmişə evi qonaqlıq qaralı olub. Əmircana gələn qonaqlar, ziyalılar, gələnlər Tofiq Bayram hamısı üçün xilə qutabı bişirtdirib, qonaqlıq eləyib həmişə. Şəmsi Əsədullayev Azərbaycanın milyonçusu olub. Hansı ki, bizim kənddən Xilə kəndində anadan olub. Əvvəldən Xilə kəndi olub, sonra 14-cü əsrdə Əmircan adı verilib bizim kəndə. Əmircan nə deməkdir dayı? Əmirlik olub burada. Həcə gedənlərdir, yol keçənlərdir. Həm burada karvansarı olub. Karvan keçib, karvan yolu olub. Əmir Hacın tikdirdiyi məscid olub orada. Bəlkə də 13-cü əsrdən qabağa gedir onun tarixi. Onu hər adam bilmir. Bir söz, O Əmir kimdir bəs? Əmir o Əmir uca mən daha bilmərəm. Əmir Fəxrəddin oğlu olub. Onu Şirvanşahlar dövründə Şirvanşahı haca gedənlərin əmiri təyin edib. Görkəmli şəxsiyyət olub, Seyid nəslindən olub, Seyid olub. Cəmaatın ona hörməti, rəğbəti böyük olub. O rəhmətə gedəndən sonra onun adını əbədiləşdirmək üçün Əmircan adını veriblər bu kəndə. Əmir adı olub, can sözün cəmaat ona müraciət eləyəndə Əmircan, can sözün müraciət ediblər ki, Əmircan şirinlik üçün. Mən belə eşitmişəm. Ona görə hələ Əmircan qalıb. Gözəl kənddə qardaş. Allah Əmircanlı da o cür daha kişilər yaşayıb. Səttar Bəhluzadəmiz, Tofiq Bayramı olsun. Bəs Əmircanı Bakını hansı kəndə dəyişərsən? Heç birinə. Yəni Əmircanın yeri bir başqadır. Ama tatlı ya qardaşım, tatlı. Əmircan bugün müasirləşir, yenilənir və yeni evlər, yeni tikililər inşa olunur. Amma bununla belə Əmircanda yenə də köhnə evlər var və qalmaqdadır. Məsələn, bu köhnə tikiliyə diqqət edək. Azərbaycanın görkəmli mütəfəkkiri və ədibi Abbasqulu Ağa Bakıxanov 1794-cü ildə məhz bu evdə anadan olmuşdu və bu gün də bu evdə yaşayış var. Baxmayaraq ki, ev köhnə, qəzalı vəziyyətdədir. O vaxtı, Sovet vaxtı evlərdə, həyətlərdə hamama icazə yox idi, tikilişlərə icazə yox idi, kənd hamamları var idi. Bu hamamda 37-ci ildə tikilib, Sovet hökumətinin vaxtında, hansı ki, Şəmsi Əsədullayev məscid tikdirib, o məscidi partladıblar, onun daşından gətirib bu hamamı istifadə eləmişdilər. Bura öz dövründə, qədim dövründə qəbirstanlıq olub və bu daşlardan da bilinir, görürsünüz ki, qəbirstanlıq sökülüb Sovet İttifaqı vaxtında hardasa 30-cu illərə təsadüf eləyir. Onun daşlarından, qəbir daşlarından görürsünüz hasar görülür. Yazılı daşlar da var burada, qəbir daşları var. Ağsaqqalların dediyinə görə 7 təbəqə burada qəbir var. Qapısından girməyə çətinlik çəkdiyim bu tikilinin 15-ci əsrdə tikildiyi, inşa olunduğu deyilir. Və qapının da belə alçaq olmağının da bir mənası, anlamı var. Girəndə insan içəri salam verir, təzim edir, başını əyir. Bütün evlər belə olub, tağ evləri. Nənələrimiz bu evləri bax, qoruyub saxlayıblar. Köhnə evlərdə, qədim evlərdə gördüyümüz o köhnə ənənə, kasalar, rəflərdə, nənələrimizin evində bax, görərdik bu. Və bu Əmircanın köhnə evlərində, köhnə tikillərində ənənə qorunub saxlanılır. Ən yuxarı hissədə kasalardır, hansı ki, bunlara qonaq kasalar deyirlər. Qonaqlar gələndə bu kasalar süfrəyə düzülür. Neçə yaşınız var? Mənim 86. Qaynanamın evi olub, mənim evim yuxarıda olub. Bax, buradan da yol var idi. Bax, buradan keçid var. Qarda qışda belə gəlirdik buradan.
Zəfəranoğlu xilə qutabı o adla da heç o yeməli şeydir. Yəni fərqlidir. Fərqlidir. Onu gərək yeyib biləsən də, mən deməklə deyil. Onu gərək tam eləyəsən, sonra biləsən. O qardaşımız dedi bayaqlara ki, o corat qutabı var ya o. Dedi elə bu bizim o köhnə xilə qutabıdır. 5 yaşım var, mən əvvəldə elə xilə qutabı eşitmişəm. Corat sonradan çıxan. Corat qutabı deyil, xilə qutabıdır. O vaxt buradan gəlin gedib corata, orada bişiriblər. Ona görə orada indi çıxıb corat qutabı. Corat qutabı, məşhur corat qutabı dəniz kənarında yeyirik və hər il bu mövsümdə yada düşür və hər kəs yeyir. Əmircan sakinləri deyir ki, o qutab bizim qutabıdır. Buradan bir gəlin gedib ora, bişirib və adı olub corat qutabı. Dayı, bu qutabı yaman tərifləyirlər. Bu qutabın özəlliyi, dadı, nə məsələdir bu? Özəlliyi tabii ondadır ki, vaxtı ikən hindi yox. Mən 62-ci ildən danışıram. Nənəm bibim bunu təndirə yapardılar, bu qutabı. Özü qoyun ətindən. Onu yedikcən doymuyordum o qutabdan. Bunu çıxovkada pişirdik bunu. Yeyə bunun dadına baxaq. Nursanlarla yedikcən tadı necə? Bu Əmrəcan Xilə kəndində harasından sos çox yeri pişirirlər. Amma bu dadlı... Hələ dediyi kimi var, elə o corat qutabı kimi adı ilə yediyimiz qutabdır. Dadı da əladır və qəşəngdir, tərifə layiqdir deyə. Bəli, Əmircanın dünənindən bu gündən gördüklərimiz, eşitdiklərimiz, çəkdiklərimiz və deyəcəklərimiz bu qədər. Bakının daha bir kəndində görüşərik. Bəlkə o kənd sizin kənd oldu.